Salam əziz izləyicilər, bugün sizlərə Azərbaycan dilində vacib qaydalardan olan ismin sifətləşməsi qaydasını izah edəcəm. İsmin sifətləşməsinə başqa sözlə atributivləşmə deyilir. İsim sifətləşdiyi kimi sifət də, say da, fe'li sifət də, bəzən zərflər də isimləşə bilir. Ona görə də mən bu tip sözləri peşə dəyişən sözlər adlandırmışam. Bugün sizlərə peşə dəyişən sözlərin birinci hissəsini izah edəcəm. İsmin sifətləşməsi nə deməkdir? İsim sifətləşərkən hansı xüsusiyyətləri itirir, hansı xüsusiyyətləri qazanır? Cümlədə sifətin sualına cavab verən ismi sifətdən necə fərqləndirmək olar? Əgər bu kimi suallara cavab verməkdə çətinlik çəkirsinizsə, bu video sizin üçündür. Mütləq axıra kimi baxın. İndi keçək atributivləşməyə. İsim necə nitq hissəsidir? İsim əşyanın adını bildirən, kimlə, hara suallarından birinə cavab verən, cümlədə daha çox mübtəda, tamamlıq, ismi xəbər olan nitq hissəsidir. Yəni, ətrafımızda olan bütün əşyaları biz isimlərlə adlandırırıq. Yaxşı, bəs sifət necə nitq hissəsidir? Sifət isə əşyanın əlamət keyfiyyətini bildirir, necə, nə cür, hansı suallarından birinə cavab verir, cümlədə daha çox təyin olur. Sifət əşyanın əlamət və keyfiyyətini bildirirsə, deməli sifətdən sonra mütləq isim gəlməlidir, əşya gəlməlidir. Və əgər isim sifətləşibsə, sifətin funksiyasını yerinə yetirirsə, sifətin xüsusiyyətlərini qəbul edirsə, deməli burada belə bir məntiq çıxır ki, sifətləşən isimdən sonra mütləq başqa bir isim gəlməlidir. Necə ki, sifət cümlədə işlənəndə özündən sonra başqa bir isim gəlirsə, sifətləşən isimdən də sonra mütləq başqa bir isim gəlməlidir. Yaxşı, indi görək isim hansı xüsusiyyətləri itirir, hansı xüsusiyyətləri qazanır. İsim sifətləşərkən kimlə, hara sualına cavab vermək xüsusiyyətini itirir. Daha sonra cümlədə mübtəda tamamlıq olmaq xüsusiyyətini itirir. Bəs hansı xüsusiyyətləri qazanır? Sifətin xüsusiyyətlərini qazanır. Yəni, əşyadan əvvəl işlənib, onu izah etmək xüsusiyyəti. Necə, nə cür, hansı sualına cavab vermək xüsusiyyəti. Cümlədə təyin olmaq xüsusiyyəti. Yəni, sifət cümlədə necə işlənir, hansı suala cavab verir, isim də o formada işlənir və sifətin yerində işlənib, onun işini görür sanki. Buna görə də mən bunları peşə dəyişən sözlər adlandırmışam. Yəni, müvəqqəti olaraq bir-birinin xüsusiyyətini qəbul edir və peşəsini dəyişir. Daha çox sifətləşən isimlərə baxırıq. Daha çox sifətləşən isimlər ən çox material bildirən sözlərdir. Sonra metalların adlarıdır. Məsələn, qızıldır, gümüşdür, bürüncdür, misdir, alüminium və s. kimi bu kimi sözlər cümlədə daha çox sifətləşir. Bəs yaxşı, testlərdə və yaxud hər hansısa bir nümunələrdə biz necə ayırd eləyək ki, sifətin sualına cavab verən söz isimdir, yoxsa sifətdir? Bunun ayırd eləməyin bəzi, belə deyək, asan yolları var. Mən indi o asan yollardan bir neçəsini sizə öyrədəcəm və cümlədə qarşınıza çıxanda daha rahatlıqla biləcəksiniz ki, bu söz sifətdir, yoxsa isimdir. Gəlin həmin yollarla tanış olaq. Yaxşı, indi mən sizə bir neçə nümunə deyəcəm, nümunə üzərində izah edəcəm. Məsələn, nümunələr yazmışam bura. Daş bina, ipək yol, dəmir qapı, mis sırğa. Burada yazmadığım nümunələr də var. Məsələn, taxta pəncərə deyə bilərik, gümüş qaşıq deyə bilərik və s. yun şal deyə bilərik və s. İndi baxaq görək, biz necə ayırd edək ki, bu söz sifətin sualına cavab verir, isimdir, yoxsa sifətdir. İndi sizə nümunə deyirəm. Daş divar. Daş divar deyəndə uşaqlar və yaxud izləyicilər, daş divar deyəndə divarın rəngi nəzərdə tutulur daş deyəndə, yoxsa divarın nədən hazırlandığı? Əgər rəngi nəzərdə tutulursa, deməli daş sözü sifətdir. Amma daş divar deyəndə divarın rəngi nəzərdə tutulmur axı. Daş divar deyəndə divarın nədən hazırlandığı nəzərdə tutulur. Nədən hazırlandığı nəzərdə tutulursa, deməli daş sözü sifət yox, isimdir. Və yaxud qızıl üzük, qızıl sırğa deyəndə sırğanın üzüyün rəngi nəzərdə tutulur, yoxsa sırğanın üzüyün hansı materialdan hazırlandığı? Bəli, hansı materialdan hazırlandığı nəzərdə tutulur. Hansı materialdan hazırlandığı nəzərdə tutulursa, deməli qızıl sözü burada nədir? İsimdir. Əgər rəngi nəzərdə tutulsaydı, onda olacaqdı sifət və yaxud sifətin hansı sözlər sifətdir? Məsələn, rəng bildirən sözlər, dad bildirən sözlər, ölçü bildirən sözlər, forma bildirən sözlər. Bunlar sifətdir.
Amma hansı materialdan hazırlananlar sifət deyil. Materialların adları nədir? İsimdir. Və yaxud metalların adları nədir? İsimdir. Mən deyirəm məsələn mis boşqab. Boşqabın rəngi misdir, yoxsa boşqab özü misdən hazırlanıb? Bəli, boşqabın rəngi mis deyil. Boşqab özü misdən hazırlanıb. Ona görə də mis sözü nədir? İsmin, sifətin sualına cavab verən isimdir. Ona görə də bu tip nümunələrdə siz sadəcə fikir verin, görün hələ orada rəngdən söhbət gedir və yaxud da addan söhbət gedir, formadan, ölçüdən söhbət gedir. Yox, əgər sifətin hansı ki lüğəvi məna növlərində var idi, sifətin məna növləri ki var idi, məsələn rəng bildirənlər, dad bildirənlər və s. Əgər onlardan söhbət getmirsə, nədən material, əşyanın nədən hazırlandığından söhbət gedirsə, materialından söhbət gedirsə, deməli həmin sözlər sifət yox, isimdir. Bu qədər sadədir, yəni bunu ayırd eləmək. İndi isə bununla bağlı sizə vacib bir qeyd demək istəyirəm. Deməli, isim sifətləşərkən sifət hesab olunmur. Bəzən uşaqlara sual verirsən ki, məsələn, qızıl üzük birləşməsində qızıl sözü nədir? Uşaq da deyir ki, hə, qızıl sözü necə sualına cavab verir? Deməli, sifətdir. Xeyr, qızıl üzük birləşməsində qızıl sözü sifətin sualına cavab versə də, nitq hissəsi olaraq həmişə isim götürülür. Testlərdə də uşaqların ən çox yanlışlığa yol verdiyi yerlərdən biri budur. Yəni, uşaq götürür qızıl üzük birləşməsində qızıl sözün sifəti və salam, testdə səhv getdi. Ona görə burada mütləq diqqətli olmaq lazımdır. Yəni, isim sifətləşərkən sifət hesab olunmur, isim olaraq da qalır. Eyni şey sifətin isimləşməsində sifətə aiddir. Məsələn, sifət isimləşirsə, isim hesab olunmur, sifət olaraq da qalır. Nitq hissəsi o zaman dəyişir ki, biz ona leksik şəkilçi artırıb, nitq hissəsini dəyişə bilərik. Məsələn, qızıl sözünə mən sifət düzəldən şəkilçi artırıb, onu sifət eləyə bilərəm. Məsələn, qızılı deyə bilərəm və yaxud gümüşü deyə bilərəm. Amma qızıl sözü adi halda heç bir leksik şəkilçi qəbul eləməyibsə, deməli sifət hesab oluna bilməz. İsim olaraq da qalır. Ona görə də belə şeylərdə diqqətli olun və səhvə yol verməyin. Bu günlük bu qədər. Sağ olun.